Tanınmış xanəndə Elnara Abdullayeva təkcə sənəti ilə deyil, zaman-zaman səsləndirdiyi fikirlər və səmimi çıxışları ilə də ictimaiyyətin diqqət mərkəzində olur. Yenilik Yaz xəbər verir ki, bu dəfə sənətçi ilə bağlı Musavat.com-a maraqlı bir məlumat daxil olub. Məlumata görə sevilən xanəndə rayonlardan birində toy mərasiminə dəvət olunub. Bildirilir ki, toyun keçirildiyi kənddə yolların vəziyyəti olduqca bərbad olub. Sənətçi isə bu mənzərəni görərək toy zamanı kənd sakinlərinə müraciət edib və belə bir fikir səsləndirib. Mənə 7.000 verəcəyinizə gedib kəndin yolunu çəkdirərdiniz də. Bu sözlərlə Elnara Abdullayevanın mühüm məqama diqqət çəkib problemlər girdabında çabalayan Azərbaycan insanını bəzən real ehtiyacları kənara qoyub dəbdəbəyə və şöhrətə üstünlük verir. Adi yol problemləri həll olunmayan kəndlərdə bahalı toyların təşkili isə istər-istəməz suallar doğurur. Elnara Abdullayeva yayılan məlumata aydınlıq gətirərək hadisənin illər əvvəl baş verdiyini bildirib. Bu çox uzun illər əvvəl olmuş bir məsələdir. Hansı rayonda olduğunu demək istəmirəm. Söhbət konkret yol problemindən getmirdi. Orada yolda da müəyyən çətinliklər var idi. Dedim ki, elə bunları həll edərdiniz də, məni niyə çağırırdınız, deyə sənətçi gülərək qeyd edib. Elnara Abdullayeva əlavə edib ki, problemlər yetərincədir və insanların bu məsələlərə daha çox diqqət ayırması vacibdir. Vallah, o qədər problemlər var ki, cəmaatımız sağ olsun. Abdullayevanın bu səmimi etirafı göstərir ki, öz maraqlarını kənara qoyub ictimai məsələləri qaldıran sənətçilərimiz də var.